Bu uzun videoda danışacağım ki niye insanlar ağrıdan sonra her şeyi kontrol etmeye çalışır ve niye bırakmak bu kadar çətindir. Buna göre aziz dost, bu videonu sona kadar izle ve beğendi düğməni bas ki qalanlar da bu videodan faydalansın ve inanıram ki bu sənin düşüncəvi həyat haqqında, ümumiyyətlə hər şey haqqında kökündən dəyişəcək. Niye hələ də hər şeyi kontrol etmeye çalışırsan? Ümumiyyətlə kontrol ehtiyacı hardan gəlir? Kontrol ehtiyacı bizim egonun bir qoruyucu funksiyasıdır. Mən özüm mənim köhnə versiyam hər şeyi kontrol etmeye çalışan bir versiya olub. Məhz bugün tək qalıb oturup düşünəndə düşündüm ki, mən bu haqda necə video çəkməyim? Niyə də mən təcrübəmi paylaşmayayım başqaları ilə? Kontrol səni əslində qoruyur. Yanlış qərarlardan, yanlış insanlardan, sanki düşünürsən ki, sən kontrol edirsən. Mən misal üçün bugün evimin arxasında video çəkməmişdən öncə havanı kontrol etmeye çalışırdım. İndi güneş çıxdı. Videonu başlayan kimi güneş çıxdı yani. Düşünün. Ama düşünürdüm ki, oturacağım, video çəkəcəm, yağış yağacaq. Onu belə kontrol etmeye çalışırdım. Ve insan hayatını tam olarak maştablı şekilde yaşayabilmeli. Ona göre ki, düşünür ki, her şey sanki onun elindədir. Ama aslında böyle değil. Biz bu dünyada heç nə kontrol etmeye qadir deyilik. Çünkü yaradan Allah'tır. Biz sadece funksiyanı icra edə bilərik. Və bizim də dünyadaki funksiyamız odur ki, biz xeyir gətirək. Faydalanaq bir-birimizdən. Və biz bilməliyik ki, biz sadece düşüncələrimizi, başımızı kontrol edə bilərik. Heç nəyə başqa bizim kontrolumuz çatmır. Ürək döyüntüsünü kontrol edə bilməliyik. Havanı kontrol edə bilməliyik. Nə bilim, hadisələri kontrol edə bilmirik. Hər şey necə olmalıdırsa, dünyada elə baş verir. Yəni elə də olur. Və sən qorxudan kontrol etmeye çalıştığında həyatı tam olarak canlı yaşayabilmirsən. Minəcəm taksiye, ayda taksi birdən gecikəcək. Avtobus birdən geciksə, çatmasam o görüşə. Nə bilim, samolotum birdən gecikər, qatara çatmaram çünkü orada mənim peresatkam var falan. Beyin tam olarak olmamış senaryoları sənə uydurur və ona sənə inandırır. Və sən buna inanırsan, düşünürsən ki, bu sən həqiqətindir. Ama əksinə bu sən həqiqətin deyil. Və sən bununla kontrol edib düşünürsən ki, egonu sakitləşdirirsən ki, bax, mənimlədir. Mənəm burada lider, əsas şəxs. Amma elə deyil. Həyat o zaman gözəldir ki, sən beyninlə yox, bu anla yaşayırsan. Yani beyin 60.000, 90.000 arası düşünceler sənə fabrika kimi düşünce istehsal edir. Elə deyək. Və hər bir düşüncə də sənin olduğunu zənn edirsən, əslində sənin deyil. Kontrol da oradan gəlir. Sən oturub əgər 5 dəqiqə gündə öz fikirlərinə diqqətlə qulaq assan, çünki biz özümüzlə qalmırıq deyənə problem də buradadır. Başa düşərsən ki, o fikirlər heç biri sən deyilsən. Yəni orada heç bir sən
Yəni nə bilim kimsən misal üçün. Mən Kamran, düşüncələrim Kamran deyil. Və ona görə də sən başla yaşamazsan. Sən anla yaşayarsan. Okey. Mən gəzirəm. İndi mən gəzirəm. Tamam. Mən üzürəm. Tamam. Nə bilim mən bunu edirəm. Okey. Mən yemək yeyirəm. Sən hətta yemək yediyin zaman da yeməyi belə kontrol etməyə çalışırsan. Duzlu olacaq. Nə bilim bu olacaq, o bu olacaq. Yəni tam olaraq sən anını kontrola görə yaşaya bilmirsən və buna görə də buraxa bilmirsən. Sənə kontrol yox, daxili təhlükəsizlik lazımdır. Yəni sən düşünürsən ki, sən kontrol etdiyin zaman sən daha da təhlükəsiz bir özün üçün gələcək formalaşdırırsan, yaxud da ki, an formalaşdırırsan. Və bu da sənin illüziyandır. Çünki beyin səni daim aldadır. Daim səni olmayan şeylərlə yorur. Və bundan qurtulmaq üçün də hal-hazırda quşlar oxuyur. Görürsünüz, yəni bilmirəm səs var yoxsa yox, yəni gedir daha doğrusu yoxsa yox. Mən buna qulaq asıram, dinləyirəm. Mən görürəm ki, həqiqətən təbiət özü-özündə gözəldir. Biz burada quşların səsini hərləmədən istəyirik ki, kontrol edək. Səhər duruq dedik. Nələrdən birdən əvvəl düşünürdüm. Bunlar biraz onlar mı sakit dursunlar və yaxud da ki, qarğa vardı evin qarşısında. Nə oldu bu yenə başladı. Yata bilmirəm, səhər gəlmişəm, gecəsməyimdən yatmaq istəyirəm. Ona belə kontrol etməliyim, ay Allah. Sonra tutdum bizim özümə ki, bala, qarğa da sən niyə bəsən, dur qarğanı güllələməyəsən ki. Yəni, niyə bilirsən sən qarğaya? Qarğa da oxuyur da. Yəni, anlamırdım mən. Sonra başa düşdüm ki, yox, mən hadisələri kontrol etdiyim zaman təfəkkürüm gedir, inanım gedirdi. İnamımı itirirdim özümə qarşı. Yəni, inamsızdım. Deyirdim ki, mən kontrol edəmirəmsə, getdi, dağıldı hər şey, heç nə olmayacaq və salam. Yəni, ümidsizliyə qapanırdım. Günəş oynayır, görürsünüz. Gəl, üzüm günəşi deyil. Çalışıram bunu kontrol edim, amma günəş gülə çıxır, yəni. Nərdəmdə deyil. Təbiət elə qurulub. Ona görə də əziz dost, görürsünüz necə gözəldir hava. Ona görə əziz dost, mən səndən istəyərdim ki, sən həyatını tam yaşamaq üçün kontrol buraxasan. Kontrol buraxasan və dərin nəfəs alıb rahatlaşasan. İlahi bir güc var. İlahi güc. Allah da deyir ki, siz elə bilmişsiniz ki, insanlar öz başına bıraxmışıq sizi. Ona görə daxildə güvən olmalıdır. Özünə inam səni ayaqda saxlayan bir daxili bir qüvvədir. Ona dayan və bu anı da yaşa. Və həqiqətən bu daxili rahatlıq verir sənə. Çünki sən buraxa bilmən də nəysə, o daim səni aparır. Qarğa kimi, yəni qarğa yenə söhbətin zamanı olur. Yəni əziz dost, sona qədər izlədinsə, çox sağ ol. Əməyimə dəyər vermək üçün bəyəndim düyməsinə bas, komment yaz, mütləq. Sona qədər izləmişsən, sən düşünürsən, komment yaz. Və növbəti videolarda görüşənə qədər özünüzə yaxşı baxın.